şey eləyir, danışır kim nə qədər qazanır. Ay buyurun. Ay büyük buluşma başlatsın. Ay Bu kimdir? severim. Day sene. Kız seven ararsan. Yazdı bir tane. Hitren gittim. Allah'ın ceza. Ha geldi. Yok Hı. filtre yok. Paltarım kısadı ona göre ay burada görsem. Aha. Mahnıyı azalttı sever o Jennifer Lopez'in mahnısını. Ha. Necəsiz? Sağ olun. Aha Değil mi? indi barıştınız mı? Kız sever. Vəli Niye Zə- sen bu kızdan Vəli- küsmüsən? Vəli Zə, bircə dəqiqə mən... Buyurun Bax, ben ver, sustum. Qorxma. Sever, mən sənə oxuduğum mahnı haqqında fikir bildirdim, söz dedim. Sən dedin Ən birinci kim dedi? Səni cırıq-cırıq eləyərəm, səni belə eləyərəm. Kim dedi o sözü? Sən mənə dedin ki, sən üstüvə oturaram belə. Mən elə şey deməmişəm. Mən sənin video çəkdim. Mən səndən elə şey deməmişəm. Mən sənə video çəkdim. Oxuduğum mahnı ilə məzələndim. Eyni videonu Şəbnəm Tovuzlu haqqında çəkmişdim. Mən sənə vid fasonla bağlı heç nə danışmamışdım. Sən həmin videodan sonra götürdüyüm story paylaşdın ki, mən səni tutsam cırıq-cırıq eləyərəm. Kifirsən sən. Demədin, demisən, deməmsən. Video var hə. Demirsən. Bilməm nə demişəm, videoda var. Birinci sən demirsən də. Birinci sən şəxsiyyətə keçmişsən. Mən də sənə dedim ki, mən sənə Mən cırıq-cırıq eləyərəm. videolarıma fikir bildirdim. Mən də əsəbləşdim. Ona görə mən də sənə, çünki mən niyə əsəbləşdim? Çünki sənin mama mənə dedi ki, onu nə bilim nə, məndən çox Yani bu söhbəti Ben ilk mamam ne başlayan bak dedi? kim oldu? İlk mənim başlayan Aygül oldu. sözlərimdən sonra. Mən olmuşam. Ha. Mənim sözlərimdən sonra deyərsən, səhv eləmirəm. Sənin sözlərindən sonra da. Yəni birinci o ki, səni falan şey eləyərəm kim dedi, sən dedin. Hə, mən dedim, düzdür. Video var zaten, video. Amma səndə də günah vardı, sən də mənə ilişdin də. Birinci sən mənə Mən ilişdin. sənə ilişməmişəm, mənim kontentim budur. Mən kimlərə video çəkmişəm. Axırıncı dəfə Talih Yüzbəyevlə mənim kommentim oldu. İndi Talih Yüzbəyev çıxıb Sən elə desəydi sənə... videolarımı görməmişdin. Mən ancaq belə videolarımı görmüşdüm. Mənim qarşıma olan Mamamla falan. Hə, belə videolar. Mən izləmişəm səndən, mən səni tanıyıram. Nə yalandır, belə keşif etdi zadı çıxmısan qabağıma. Prosto sən mənə ilişdin, mən şoka düşdüm ki, yəni bu qız nə əlaqədir? Yəni mən hara, bu qız hara, niyə bu mənə ilişir də? Yəni hələ sən yaxşısan. O biri qız demişdi ki, mən Sevərin üstünə, nə bilim, sən yəni diqqət edin, üstünə oturacaqlar. O başqa ölkədə qalır, bilmirəm hansı. Onun mənə nə adiyyəti var? Yox, məsələn onu deyirəm də, yəni o da mənə ilişdi. Amma sən Sən əgər blogersənsə, sən əgər content creatorsan, sən açıq olmalısan da kritika. Sənin haqqında minlərlə insanlar nəsə deyə bilər. Özümə mən səni təqdir eləməmişdim, mən səni tənqid eləmişdim. Hə, mən sənin mənə dediyin sözə görə çox əsəbləşdim. Məndə də yəni inanmazdım da, yəni elə bir şey yəni edəcəyinə və gözləməzdim sizdən. İndi oldu, keçdi, mən yəni oldu ki, yəni deyə düşünürəm. Mən kin saxlayan insan deyiləm də, yəni. Mən də kin saxlamam. Onsuz da aramızda bir şey olmur. Mənim sənin şəxsi heç bir problemim yoxdur. Mən səni tanımıram. Mən niyə bilərəm? Sonra Vəlisə barışdıq. Ay ne güzel kız kavga etmeyin gerçekten. Barıştınız. Birbirinize söz Sabah sokmuyorsunuz. duet gəlir. Ama bir şey diyeceğim. İndi